Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, ekrana yaxın oturun. Azərbaycan və dünya futbolunda baş verən ən son və ən maraqlı hadisələr, transfer xəbərləri və futbol xəbərlərini sizin nəzərinizə çatdıracağıq. Eyni zamanda sizlərə izah verəcəyik ki, Qarabağ komandası hansı halda Çempionlar Liqasına birinci yox, ikinci təsnifat mərhələsindən start verəcək. Sona qədər videonu izləsəz bu və ya digər maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Kanala abunə olun, bildirişləri açıq tutun, videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı, dostlarınızla videomuzu paylaşmağı unutmayın. Mən isə xəbərlərin geniş təfsilatından keçid alın. İlk öncə, dəyərli izləyicilər, sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Qarabağ komandası Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Normalda birinci təsnifat mərhələsindən Qarabağ komandası Çempionlar Liqasına başlamalıdır və hal-hazırda ekranda gördüyünüz potensial rəqibləri də bəllidir. İki potensial rəqibi isə ayın 24-də bəlli olacaq. Bu, Albaniya çempionu və deməli, Ermənistan çempionudur. Ermənistan çempionu Qarabağla rəqib ola bilməz. Ona görə sadəcə Albaniya çempionunun kim olacağı bizim üçün maraqlıdır. Çox güman ki, Partizani komandası məhz Albaniya çempionu olacaq. Hər halda bu barədə məlumat verəcəyik. Mən isə sizə əsas izah etmək istədiyim, məhz Qarabağ komandası hansı halda ikinci təsnifat mərhələsindən Çempionlar Liqasına start verəcək bu il. Deməli, dəyərli dostlar, ötən mövsümün, yəni 2023-2024 mövsümünün Çempionlar Liqasının finalı iyun ayının 1-də keçiriləcək. Və bu finalda Real Madrid komandası Almaniya təmsilçisi Borussia Dortmundu məğlub edərsə, o zaman Qarabağ komandası üçün ikinci təsnifat mərhələsindən başlamaq şansı yaranacaq. Şans yox, əslində elə birbaşa ikinci təsnifat mərhələsindən turnirə start verəcək Qarabağ komandası. Bu necə baş verir? Gəlin bunu izah edək. Belə ki, Real Madrid komandası artıq çempionat yolu ilə İspaniya çempionu olaraq Çempionlar Liqasına birbaşa liqa mərhələsinə vəsiqə qazanıb. Digər tərəfdən Çempionlar Liqasının qalibi olarsa, şərtə görə Çempionlar Liqasının qalibi də deməli Çempionlar Liqasının növbəti mövsümünə liqa mərhələsinə birbaşa vəsiqə qazanır. Belə olduqda Real Madrid komandası 2 yer qazanmış olur liqa mərhələsində, amma bir klub olduğuna görə digər bir yer boş qalacaq. Və bu yer boş yerə deməli yeni qaydalara əsasən klub reytinqində playoff mərhələsində iştirak edən komandalar arasında ən yüksək reytinqə malik olan komanda yer alacaq. Belə ki, bu komanda Ukraynanın Şaxtyor komandasıdır və Şaxtyor komandası playoffda yox, birbaşa liqa mərhələsində çıxış edəcək əgər Real Madrid Borussia Dortmundu məğlub edərsə. Belə olduqda playoff mərhələsində bir boş yer qalır. Üçüncü təsnifat mərhələsindən birbaşa yarışa qoşulma bu mövsüm olmadığına görə ikinci təsnifat mərhələsindən iki klub məhz playoff mərhələsində iştirak etmək üçün mübarizə aparacaqlar. Yəni bildiyiniz kimi playoff mərhələsi iki komanda oynayır və biri qalib gəlir, belə vəsiqə qazanır. İkinci təsnifat mərhələsində iki komandadan deməli playoff mərhələsinə yüksələcəklər ki, belə deyək, Şaxtyorun boşluğunu doldursunlar. Bu iki komanda öz aralarında oynayacaqlar. Və belə olduqda ikinci təsnifat mərhələsində bir boşluq yaranacaq, iki komanda boşluğu yaranacaq və o zaman birinci təsnifat mərhələsində klub reytinqinə görə ən yüksək reytinqə malik olan iki komanda ikinci təsnifat mərhələsinə yüksələcək. Bunlar isə Macarıstan çempionu Ferencvaroş 35 xal və Qarabağ komandası 33 xal ilə ilk iki pilləni tutulurlar, dəyərli dostlar. Və belə olduqda Qarabağ və Ferencvaroş komandası birinci təsnifat mərhələsində yox, ikinci təsnifat mərhələsindən deməli Çempionlar Liqasına start verməli olacaqlar. Yəni sadəcə biz Real Madridin qələbəsinə inanmalıyıq, ona güvənməliyik və onu arzu etməliyik ki, Real Madrid komandası Almaniya təmsilçisini finalda məğlub etsin. Burada bir maraqlı məqamı da sizin nəzərinizə çatdırım. Real Madrid komandası əgər Çempionlar Liqasının qalibi olarsa, Borussia Dortmunda 25 milyon avro ödəməli olacaq. Bunun səbəbi nədir? Jude Bellingham bildiyiniz kimi Borussia Dortmunddan Reala keçmişdi və müqavilə şərtlərinə görə əgər Real Madrid bu mövsüm Çempionlar Liqasının qalibi olacaqdırsa, deməli Borussia Dortmunda əlavə 25 milyon təzminat ödəyəcəkdir və finalda indi maraqlı məqam yaranıb. Əgər Borussia Dortmund qalib gəlsə, qalib olsa yarışda, o zaman Real Madrid 25 milyonu ödəməyəcək Borussia Dortmunda, amma Real Madrid Çempionlar Liqasının qalibi olsa, o zaman 25 milyon Jude Bellinghamə görə təzminat ödəməli olacaq Borussia Dortmund komandasına.
Belə dəyərli bu maraqlı xəbərdə sizin nəzərinizə çatdırdıq. Digər xəbərlərə keçid alaq. Video çarxlarımızı izləyin sona qədər və kanalımıza mütləq abunə olun, bildirişləri açıq tutun. Qarabağın qapıçısı Andrey Lunyev Ağdam təmsilçisi ilə yeni müqavilə imzaladığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Rusiyalı Qalkiper Match TV açıqlamasında bu məlumatın şahidən ibarət olduğunu bildirib. Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Mən fikir vermirəm. Hər bir futbolçu haqqında bu cür xəbərlər normaldır. Bütün diqqətimi komandam üçün mövsümün sonuna cəmləşdirmişəm. Qarşıda bizi vacib maçlar, kubok finalı gözləyir. Azərbaycan Kubokunun finalından söhbət düşmüşkən qeyd edim ki, final oyunu iyunun 2-sində keçiriləcək və maç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Artıq biletlərin satışına da start verilib. Belə ki, biletlər Tofiq Bəhrəmov adına Respublika stadionunda və Liv Bonadea arenasında 5, 10, 15, 50 manat dəyərində satışa çıxarılıb. Bu arada Azərbaycan Premyer Liqasında da sonuncu turun oyunları keçiriləcək və bu oyunlar olduqca vacib xarakter daşıyır. Xüsusilə Neftçi Sabah maçı izləyicilərin diqqət mərkəzindədir. Bu oyuna da biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 2 manatdan başlayır. Biletlərin qiyməti 2 manatdan 15 manat arasında dəyişir və ITC saytında satışa çıxarılıb. Neftçi Arenanın kassalarında isə 1A, 5A sektorlarında olan biletlər oyun günü saat 12:00-dan etibarən əldə etmək mümkün olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da may ayının 25-də başlayacaq. Videonun əvvəlində xəbər vermişdik ki, Qarabağ komandası normalda birinci təsnifat mərhələsindən başlayacaq. Əgər Real Madrid Borussia Dortmundu məğlub edə bilməsə, Qarabağ komandası birinci təsnifat mərhələsindən Çempionlar Liqasına start verəcək. Və burada daha bir potensial rəqibi bəlli olub. Belə ki, Bosniya-Herseqovinada Borac komandası çempion olub və Qarabağın potensial rəqibləri siyahısına daxil olub. Qeyd edim ki, Qarabağ komandası birinci təsnifat mərhələsində səpələnmişlər səbətində Ferdinand Varoş, Slavan, Ludogorets, Hik, Flora, Steaua, Klaksivik, Shamrock-Rovers, Lincoln, TNS, Erfeş və Petrokub komandaları ilə eyni səbətdə yer alıb. Qarabağ komandasının rəqibi olacaq komandalar isə səpələnməmişlər səbətində yer alıblar. Bunlar Dinamo Batumi, Celje, Hamrun, Larne, Dinamo Minsk, Penevejis, Ordabasi, Vikingur, Struga, Diferdanj, Dieçic, Santa Coloma və Virtus komandalarıdır. Hələ ki səbəti bəlli olmayan 4 komanda da var. Bunlar Kosova çempionu Balikani, Bosniya və Herseqovina çempionu Borac, Ermənistan çempionu və Albaniya çempionudur. Qeyd edək ki, birinci təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk 2 raundun püşkü iyunun 18-də və 19-unda atılacaq. Dəyərli izləyicilər, bildiyiniz kimi Avropa Liqasına artıq yekun vuruldu. Finalda İtaliya təmsilçisi Atalanta Qarabağın da 4 dəfə bu mövsüm rəqibi olmuş Bayer Leverkuseni 3-0 hesabı ilə məğlub etdi. Artıq yekun statistikalarda bəllidir. Qarabağın 3 futbolçusu bu mənada önə çıxır. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, köhlən atların hücumçusu Oliver Juninho 5 qalla bombardilər siyahısında 5-14-cü yerləri bölüşdürür. Braziliyalı forvard çərçivəyə dəqiq zərbələrdə 5-7-ci sıralarda yer alır və 11 dəfə qapıya dəqiq zərbə vurmağı bacarıb. Azərbaycan çempionunun yarım müdafiəçisi Julio Ramo ikili mübarizələrdə ən çox qalib ayrılan ikinci oyuncudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə buna müvəffəq olub. Qarabağın qapıçısı Andrey Lunyev isə turnirdə qurtarış sayında ikincidir. O 44 dəfə bu göstəriciyə sahib çıxıb. İndi isə bəzi transfer yeniliklərini sizin nəzərinizə çatdıraq. Qarabağın keçmiş futbolçusu, daha sonra Legiyada və Dinamo Zagrebdə çıxış etmiş Mahir Əmrəli Neftçi komandasına keçməyə yaxındır. Bundan başqa Neftçidə daha bir transfer xəbəri var ki, bu barədə bir qədər sonra məlumat verəcəm. Qeyd edim ki, Kadi Borges və Musa Qurbanlı Qarabağın düşərgəsinə yaxın günlərdə qoşula bilərlər. Azərbaycanda transfer pəncərəsi iyun ayının 15-dən açılmalıdır. Transfer pəncərəsi açıldıqdan sonra Qarabağ komandasının düşərgəsinə bir neçə futbolçunun qoşulacağı gözlənilir. Eyni zamanda Qarabağın düşərgəsindən bir neçə futbolçunun ayrılacağı da gündəmdədir. Xüsusilə Yasin Benziyanın Əlcəzairin eyni adlı klubuna keçəcəyi düşünülür. Neftçi Montenegro millisinin oyunçusu ilə anlaşdı. Neftçi heyətini Montenegrolu legionerlə gücləndirib. Klubdan əldə etdiyimiz məlumata görə Ağqarlar Edvin Kuçla anlaşıb. Mərkəz yarım müdafiəçisinin son klubu Kosova təmsilçisi Balkani olub. O ölkəsində Mladost, Bereni, İbar və Rudar klublarının formasını geyinib. Dəyərli izləyicilər, son xəbərimiz isə Şamaxı komandası ilə bağlıdır. Bildiyiniz kimi 1-ci liqanın qalibi olan Şamaxı komandası artıq Premyer Liqamıza geri dönüş edir. Təəssüf ilə qeyd etməliyik ki, digər regional klubu
Qəbələ komandası Azərbaycan Premyer Liqasını tərk edəcək. Bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Növbəti videolardan görüşmək ümidi ilə sizlərlə sağollaşırıq. Hələlik.